her şeyin bərbad bir hal alacağı kesin. Burada hansı obrazda var? Doktor Holden, ne bileyim, Lottie, Newsomların oğlu, şekerleme kağıtları. Yapanlar ve onların fürsət bulduqları hər yerdə, xüsusən nəqliyyatda yatdıqları, ictimai nəqliyyatda səfirləməməsi mətn belə idi. Şekerleme yapmakta normalde adeten bu söz yaşlı adamlarla asosiasiya olunur. Belə deyim, yaşlı deyəndə 40'larda, 60'larda, yani ancaq bunlar üçün. Gənclər üçün uyku daha sanki arxa plana atılası bir şey olduğuna görə Yaponların son vaxtlar uykuya çox önəm verdikləri, əvvəllər elə bilirlərmiş ki, yatmaq, çox yuxu tənbəllik idi. İndi başa düşüblər ki, yox, arıqlama daxil hər şey üçün yaxşıdır. Belə başlayıblar yatmağa.